Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. Gəllə mənə ev bu. Baxın, malalit beton. Ürəyiniz istədiyiniz 2 sotun içində. Ev deyil, muzeydir. Yurinin sözü olmasın. Həqiqətən də çox gözəl bir evdir. Kupçalıdır. Yerləşmə yeri. Harda? Masazırda. Masazırda harda? Azərcitinin arxasında. Baxın. İşıqlara baxın. Maşını gəldim, saxladım burada. Nə qar görəcək, nə yağış görəcək. Heç nə görməyəcək. Bax, bunu mən sizə deyirəm. Heç bir şey görməyəcək. Evdəki həqiqətən qəşəng, gözəl bir evdir. Qiymət də çox münasib qiymətdir. Həqiqətən də, yəni qiymət münasibdir. Bugünkü gün qiymətinə görə yaxşı bir qiymətdir. Baxın. Girdik geniş koridorumuz. Baxın. Burada geniş belə bir zalımız var. Üçdən də otaq, yataq otağı yuxarıdadır. Geniş zal, bir dənə mətbəx buradadır. 3 dənə də yataq otağı yuxarıdadır. Burada hamam samuzelimizdir. Burada mətbəximizdir. Malalit betondur. Baxın. Wi-Fi da var. Yuxarıda sizə qiymətini deyəcəm. Qoy sizə qiymətini deyim. Qiymət 125.000 manatdır. Verdim, bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. Bax, burada balkonumuz. Burada geniş belə bir yataq otağımız. Görürsünüz. Panorama pəncərələrlə, şəbəkə pəncərələrlə. Burada da geniş belə bir yenə yataq otağımızdır. Çox genişdir. Görürsünüz. Burada da belə bir geniş yenə yataq otağımız var. Yerləşmə yerini dedim sizə. Qiymətini dedim. Ayında var ki burada. Ayı görməmiş. Mən niyə demirsən ki ayı var? Baxın, bu ayı evinizdə paydır. Yerləşmə yerini dedim. Qiymətini dedim. Ev satanlar müraciət eləyə bilər. İstəyir maklerlər olsun, istəyir şəxsi ev satanlar olsun. Kim ev satırsa müraciət eləyə bilər dostlar. Sağ olun.